məktəblərdə şagirdlərə bizim videolarımız tövsiyə olunur. Biraz iddialı səslənir, amma son zamanlarda yazan bir neçə müəllim var ki, deyirlər bəzi mövzularda uşaqların sualları olduqca bizim kanaldakı videoları göndərirlər uşaqlara izləmələri üçün. Çünki biz hansısa mövzudan danışanda mövzuya giriş, hamının anlayacağı bir şəkildə, sonra onun bizim üçün əhəmiyyəti ya da praktik əhəmiyyəti və sonluqla da yekunlaşdırırıq. Mövzu əhatələnmiş olur. Videolarımızın dili də mümkün qədər etik və doğru üslubla olduğuna görə uşaqlara faydalı ola bilər. Bu video əslində 30 min videomuzdur. Instagramda izləyicilərimizin sayı 30 mini ötdü. Bunu onun ötürü çəkəsiydik. Dedik ki, bu izləyici niyə bu qədər artırırıq? Ya da izlənməyin bizə gətirdiyi nə mənəvi həzz var deyək. Sırf məsələn bu hansısa məktəbdə uşaqlara bizim videonun tövsiyə olunması milyonlarla baxışdan çox daha dəyərlidir. Və Instagramla bağlı da onu deyək ki, belə bir alqoritm var ki, siz hansısa videomuza baxıb ona bəyənsəz, ondan sonra bütün videolarımız qabağınıza çıxır. Amma əslində kanalı izləmirsiniz. Bu 30-un tez bir zamanda 50 min olmasından ötürü hər kəsi izləməyə dəvət eləyirik və başqa nə deyə bilərik? Digər sosial media platformalarından da bizi izləyin. Dəstəyiniz üçün hər kəsə təşəkkür eləyirik və buna da layiq olmağa çalışırıq. Təbrik alqışı. İki datım.